bugün sizlərlə ABB-də biznes hesabının açılmasına baxacağıq. Gəlin başlayaq. Bunun üçün ABB biznes yazan kimi ilk çıxanı klikləyirik. Gördüyünüz kimi artıq bu hesab gəlir və burada mütləq şəkildə yoxdursa müştərimiz olub klikləmək lazımdır. Burada gördüyümüz kimi asan imza ilə qeydiyyat var və sima ilə qeydiyyat var. Tövsiyə edərdim sima ilə qeydiyyatdan keçin. Nəyə görə? Çünki asan imza ilə qeydiyyatdan keçərkən müəyyən dərəcədə sistem xətası baş verir və bu da ki, vaxtın itirilməsinə gətirib çıxardır. Ona görə də ən rahat yolla simadır. Burada add certificate var, onu klikləyirsiniz. Mütləq burada TIN var ki, TIN də sizin VN nömrənizdir. Mütləq ora siz öz VN-inizi yazmalısınız. Yazdıktan sonra Continue'da klikləyin, yenidən təsdiqləyin. Gördüyünüz kimi indi məndə saxtadır deyə ona görə təsdiqlənməli. Bundan sonra artıq sizdə əlavə olunacaq sertifikatınız və ora sertifikatınızın adını vermək lazımdır. Gördüyünüz kimi bura ad verilməlidir və sizin rolunuz gələcək. Sertifikatın mütləq şəkildə burada biznes hesabı açırsınızsa orada abunə olmalısınız. Abunəlik kodu da qeyd etdiyim kimi burada klikləsəniz gördüyünüz kimi abunə kodu gəlir və burada 1 aylıq, 1 illik və 3 illik var. Əgər uzun müddətli istifadə edəcəksinizsə 1 illik tövsiyə olunur və yaxud da 3 illik. Bundan əlavə də sizin qeyd etdiyim kimi sahibkar imzası üçün ilk dəfə açanlar üçün prom kod var ki 6 ay pulsuz yazmaqla endirim əldə edə bilərsiniz və bununla da artıq siz aktivləşdirirsiniz. Query aktiv edilini klikləyərək təsdiq etməni klikləyirsiniz və burada artıq aktiv olur. Buna daxil olandan sonra bu aşağı hissəsində Sima Core var hissəsi və onu daxil edəndən sonra artıq siz burada citizen, yəni vətəndaşlıq deyil, öz individual, entrepreneurial, yəni fərdi sahibkarlıq sertifikatınızı daxil edib confirm, yəni təsdiqi klikləməlisiniz və ondan sonra yenidən təsdiqləməlisiniz və artıq sizdə icazə hissəsini verdi və görürsünüz ki, artıq mən qeydiyyatdan keçdiyimə görə bu şirkət artıq mövcuddur kimi qeyd olunub və ondan sonra artıq siz daxil olursunuz. Daxil olandan sonra mütləq şəkildə sizə VN haqqında suallar veriləcək ki, sizin VN-də necə qeydiyyatdan keçməsinizsə o şəkildə fəaliyyət növlərinizi qeyd etməlisiniz və həmin fəaliyyət növlərindən kodunuzu daxil edirsiniz və adınızı, soyadınızı, ünvanınızı qeyd edirsiniz. Fəaliyyətinizi harda icra edirsiniz, həmin ünvanı qeyd edə bilərsiniz və əlaqə nömrəsi. Bunları qeyd etdikdən sonra artıq OK sıxırsınız və artıq avtomatik olaraq sizi tətbiq yönəldir bu hesaba və bununla da artıq siz tətbiqi açmış olursunuz. Amma bu demək deyil ki, siz artıq hesab, biznes hesab və biznes kartı açdınız. Biznes hesab və biznes kartlar sadəcə olaraq həftə içi açmaq mümkündür. Çünki video zənglər olur təsdiqi üçün. Ona görə də hər həftə içi saat 9-dan 6-ya qədər siz biznes hesab aça bilərsiniz. Həmçinin də biznes kart. Bunun üçün siz onlayn tətbiqdən istifadə edə bilərsiniz. Tövsiyə olunur ki, simanız telefonda və yaxud da planşetdə aktivdirsə, o zamanı həmin o vasitələrdən istifadə edin və oradan açın. Nəyə görə? Çünki rahat şəkildə orada yönetmək olur və rahat şəkildə hesab və bank hesabı açmaq olur. Amma yox, tətbiqlə kompüterdə açmaq istəyirsinizsə, o zaman banklara daxil olursunuz, kart sifarişlərini klikləyirsiniz. Burada sizdə gördüyünüz kimi 4 cür kart hesabı aça bilərsiniz. Birincisi əmək haqqı, digəri biznes kart, digəri gömrük və yaxud da ki, xidmət kartı. Xidmət kartı deyəndə bu sizin hər hansı bir xidmətlə məşğul olmanıza deyil, sadəcə olaraq bu Bolt tətbiqində işləyən şəxslərə aiddir. Və burada gömrükdəki hər hansı sifariş verənlər biznes kartı fərqi yoxdur. Bu daha çox tövsiyə olunur və yaxud da ki, əmək haqqı kartını aktivləşdirə bilərsiniz. Bunun üçün nə etmək lazımdır? Sadəcə olaraq hər hansı bir hissəsinə, məsəl üçün xidmət kartı açmaq istəyirsiniz, sifariş edə klikləyirsiniz.
Burada şəxsi məlumatları doldurursunuz. Gördüyünüz kimi bunun üçün mütəşəkkillə yeni hesab açmaq lazımdır. Bunu klikləmək lazımdır və yenidən klikləyirsiniz və burada hər hansı bir məlumatlar daxil olur. Oxudum, qəbul etdimi klikləyirsiniz. Onlayn hesab açmanı klikləyirsiniz. Burada sizin gördüyünüz kimi məlumatlarınız daxil olur və onu simayla təsdiqləməlisiniz. İndi mən onu açmayacağım. Çünki mənə lazım deyil o. Geri dönüş edək və onunla da qeyd edirsiniz. Qeyd etdiyim kimi təsdiq sadəcə olaraq həftə üçün mümkündür. Həftə sonları bank işləmədiyinə görə onu açmağınız mümkünsüzdür.